Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız, həmişə yaxşı olasınız. Bu gün 24 iyundur, iyundur. Saat 5:30-dur. Bu gün sabah Malaçkadayım. Bu gün Elman da Malaçkadadır, amma son iş günüdür. Smeni təhvil verməlidir. İndi yazmışam ki, səhər saat 5-də yuxudan indi durmuşsan sən. Yazıb ki, sən bu gün işləyirsən ki, yazmışam ki, hə. Dilbə mən niyə demədim, mən tez durardım. Yoxudan indi mən gec gələcəm. Deyirəm də mən səhər gün deyirəm ki, 2 işləyirəm, 2 gün burada, 2 gün orada. O 3 gün işləyir Malaçkada, mən 2 gün Malaçkada işləyirəm, 2 gün pekarniyada. Yəni başa düşmək olardı da ki, 3-cü iş günündə o günlərlə işləyəsən. İndi yazıb ki, saat 6:05-ə çalışaram gəlim. Plus minus 6:05-ə kimi vaxtım var. Buna baxın qızlar, alvoyalarım nətər xarab olub. Bugün bunları çalışacağım. Qabını dəyişim, əkim. Gətirim mən tez yağ çörəyimi yiyeyim. Elman gəlinə kimi. Quruyub, quruyub. Sarı saralıb. Amma internet mənə dedi nə etməliyəm. Saat 5:58-də Elmancıq gəlibdi. Mən də lifti gözləyirəm Kaksildə. O Yandexlər nə yaman çoxaldı. Gəldi liftimiz. İstənib ki, mən niyə gec düşürəm? Elə bil liftin upravleniyası məndədir. Mən nağarım ki, liftimiz gec gəlir. Kreditə götürmüşəm. Yox. Şidərdə yoxdur, 6000 kredit götür. Qaytarıram dala. Niyə? Sporlaşdım elədim. Sana padruqam kömək elədi, yazdıq, doldurduq. Sən mənim padruqamla məndən çox vaxt keçirirsən. Onlardan sənət tələb elədim. Sənətdə göstərir ki, 21-ci ilin buraxılışıdır. Padruqa yazdı ki, dolamsınız bizi pol zarplata vermişik, prasroşka şey göndərmişsiniz. Doğrudan. Prasroşka deyil, prosta 21-ci ilin vupuskasında. No, stoyki olmalı da, yox? Yox, qalmır şeysi. Padruqan deyir ki, üşəz boystasını itiribdi. Kuryer gəlib bir mal saxlamalıdır, ona kimi pişik qaldı. Pişik dadına, prosta şeydir. Səndən nədən oldu? Çox qalmır, eysi. Məndə də, bax, bizə bir babuşka gəlir pekarniya. O gələndə iyi götürür pekarniyanı. Yəqin, bilsən necə eləyir? Ondan soruşdum adını aldım. Bəziləri gəlib maşınla saxlayır. Yox, uzaqdan gəldiyini görürəm axı. Vurur, sonra düşür. Hə, bunu ilə gəlir, böyle yavaş-yavaş gəlir. Adını soruşdum, aldım. Amma özümdə hiss eləmirəm. O arvad özü də dedi ki, mən özümdə hiss eləmirəm, mən babuşa hiss eləmirəm. Deyirəm ki, aşığı siz gələndə mən iydən bilirəm ki, üzü o yana çövrülü də olsa, iydən bilirəm ki, siz buradasınız. Demək qəşəng gəlir, hə? Oturan kimi hə gəldi, indi o pırvırtnik elədim, hədsə yoxdur. Keçib gedirsiz. Belə arada belə iyiləyəndə hiss edirəm. Elə də, uşaqlar deyir, iyi gəlir, amma mən eləyirəm. Amma hardasa oxumuşdum ki, əgər insan özü iyini hiss eləmirsə, demək iyi onun iyisidir. Əlbələr sən necədir? Vururdun ha, paltarı yuyurdun, iyisi qalırdı. İndi vurursan... Mən bir dəfə neqr əlində gətirib satırdı. Klinik xəpi, onda mən o duxunu xoşladım da. Ondan aldım 250 rubl deyəsin o vaxt almışdım, əldən. Paltarı yuyurdun, yenə də paltardan iyi gəlirdi. Amma ondan sonra nə qədər brend mağazalardan aldım, qalmır iyisi. Hamısı padeldir. Kimi idi yazmışdı ki, hamısı Sadavatdan gətirirsən. Mən özüm getdim Sadavata. Wildberries-də getdim, nə satılan duxun oradan 2500 aldım. Hələ necə 2500 aldım, qad deyimsən. Getdim ayrılan yanına, dedilər ki, 1800 manatdır. Deyirəm ki, axı, filan yerdə 2500-dədir. Dedilər ki, pay ver, etadına torşlanır. 1800, 2500? Mən də dedim ki, əşə ola bilmədi. Bunlar mənə alladılar satmaq üçün. Getdim 2500-ə aldım. Şəhərdən ki, bahalı olacaq, qalıcı olacaq. Sonra baxsan ki, eyni şeydir də, fərqi yoxdur heç. Sizdə bazarda Saşa işləyirdi, o hardan gətirirdi malları, satırdı? Loşnikdən o vaxt loşnik var idi, satmasdım.
deyirdi daha filan duxudur. Duxu işinə baxır daha. Yəni qalıcı iyilər idi onda. Qalmırdı, prosta iydən bilirdi ki, hansı duxudur. Hə, o kiminsə yanından keçəndə də tapırdı. Yəni yox, dururdu palatkanın qabağında, qabağından kim keçmirdi. Deyirdi səndə filan duxudur, səndə budur. İyidən tanırlar. Neçə duxu satırdı da. Amma deyirdim ki, Saşa, mənə duxu sat, stoyki olsun. Я тебе привезу хорошую. Mənə də gətirirdi. Gətirirdi, görən elə eyni zibildə, elə çeysi qalmır. Straflıqım yoxdur. 7 gündür, 8 gün qutarıqdır. Ben haber açıq. Elə sorun straflıqasız. Burada da polislər deyil. Saxlayıblar da ondan sonra. Olanda heç vaxt saxlamırlar. Deyə bayaq yox idi. Zakon podlu istəyirlər. Saxlayıblar, baxmırlar. Prava ilə şeyə baxıb buraxıblar. 2-3 gün bundan qabaq gedirəm aeroporta şubu var. Saat 7 idi. Bir dənəsi saxlayıb, istəmədim şeyliyə, dedim, şeyim yox deyə, buyurun bunu. Sən necədir? Qaya saxladı, sən nəsə artıq bir söz dedinsə, sənin başını arayacaq. Qaya yoxdur axı, niyə kəllə yapışırsın? Lüftun var o, maşın remont istəyir. Bir dənə TikTok'da Azərbaycanlı var, Qaya bunu saxlayır, belə eləyir. Ya гражданин, останавливайте других, у кого нету документы. А sən nəyə lazım? Səni saxlayıb dokumenti yox. Özünüzə şitaya keçin. Sıxır molca dokumenti versin. Sən neyinirsən, deyirsən ki, остановить других, остановить. Çünki inspektor bilmir də, başı çıxır. O ona şey bilir. Artıq nəsə dedinsə, başını ağrıyacaq. İndi məni saxlayıb, deyir, içmirsən, deyirəm, yox. Deyir, dünən pivə içmirsən, deyirəm ki, içməmişəm. Deyir, bu xədiz maşına. Elə eləyir ki, elə bil ki, mən 20 yaşında uşağım, deyirəm, yaxşı yaşayım. Gəlmişəm, gəlib aparatını çıxardı buradan. İstədim deyim ki, heç onun sertifikatı olmalıdır. Heç onun icazəsi yoxdur, harada gəldi, mənə verməzdim ki, tuvat elə. Ona bu işin şey olmalıdır, razışeni deyəsin. Səhv salmamsa, bunlar qaydan çıxanda jurnala yazırlar, hara gedəcəklər, nə iş görəcəklər, nə dedimsə. Plan. Nəsə oturmuşam, maşını püfləmişəm. Deyirəm, baxın, belə eləyir. Что ты хочешь смотреть? Halbuki mənim icazəm var, baxmağa, özü göstərməlidir. Dedim, nə şeyim yoxdur. Keki çıxartdı, belə çık. 0,3 показывает. Позавчера выпил, да? Ayda. Dönən mesaj nazar. Azərbaycan dilini bilsəydi, deyərdim ki, sən nə irgənci qaysan. Dedim, nə şey. Heç vaxt demə ki, içmişəm. Desəm var, 3 gün bundan qabaq içmişəm, 5 gün bundan qabaq içmişəm. Özün Başını ağrıyacaq. Bir dənə sözün üstündə dur, içməmişəm, söz. Daha Buranka mənə deyib ki, gedək analiz vermə. Demişəm, gedək, amma dedim, sən vaxtını öldürürsən. Zirə və tratisi vremi. Bunların biri idi, bir sənə gördü ki, Azərbaycanlıya hamın bıraxırdı, mənə şeylədi. Başa düşürsən, səhər pul lazımdır. 3 dənə maşın idar, hamın şaka saxlayırdı. Bir tərəfdə dayanırlar. Hamının ipotekası var, nə bilim, yay gəlir, otpuska vaxtı gəlir, hamısı puldur. İstədim jalba yazan, dedim nə iş. Bir də buna vaxt öldür, jalba sazdavat elə. Padruqam kömək eləyərdi də sənə. Eləmişdi də elə, hazır idi uca tekst. Ancaq jalba işinə baxırsan. Nakazat eləməsən, sabata ayrı qarabalan başı ağrıyacaq. Mən həmişə yazıram onlara. İndi söz deyim də, bax 2 söz var ki, sən desən. Deyirsən ki, tut şu qaya yanında nəmnüm eləməyəsən, nə var elə. Sonra da qayadan arlaşından sonra jalba yazasın, hə? Üstündən yarım saat keçdi, hirsim soydu, dedim əş. Gedə belə yazırdım. Bunun da fleşkasını çıxartmışam, çəkmir. Nömrəsini də götürməmişdim. Ya yadımdan çıxır qoymayayım. Gəldik, çatdıq. Bunlara yazmayanda, bunlara heç nə deməyəndə, belə deyəcəm pis çıxacaq. Bunlar qoyun şeylər bilmirlər. Əvvəllər qaralardan qorxurdular, deyirlər qaralar biş baladır da.
Zətka götürməyə qorxurdular, risk eləmirdilər, keriz tanışlıqla edirlər. İndi qarabalara şey baxırlar, özlərin ağlı hesab edirlər. Yox, Gelirsən kalbasa almağa, adını düz deməyəndə görürsən satıdır, səndən mırt tutur. Sənə lağa bölür. Deyə bilmirsən ki, eşək satıdır. Sən də ayrı ölkəyə gedəndə, sən də mənim kimisən də, sən də immigrantsan, sən də danışır bilmirsən. Sən də A ilə B-ni yan yana qoya bilmirsən. Özünə yaxırsan axı, deyə bilmirsən də deyirsən necədir. Başlayasan spor eləməyə. Qıraqdakı sarı qulaq sənə tərəfi saxlamayacaq, özünkünün tərəfi saxlayacaq. sən mən burada düşün. Orada patkülkəç olacaq 3-cü, 4-cü, sən də qalasın tək deyirsən. Qəşəng çoxluq içində sən tək Hə, qalırsan. deyəsən ki, mənə bu lazım idi. Biz çatdıq. Minut. Oydu. 11 dəqiqə. Mən həmişə belə vaxtda gəlim. Avtobusla gələndə 6:11-də mən burada olaram. Sənə. Sumkam düşdü. Bugün 3-cü gündür. Həm süd, həm kefir günüdür. Telefonumu gecədən qoymamışam zaryadkaya. Ona görə də zaryadkam bot-bot öləcək. Saat 6:12-dir. Gətirim qoyum zaryadkaya gedim əynim dəyişim. Saat 6:30-dur. Pərdəni qalxızdım, jaluzini 2-3 nəfər dayanıb. Razı. Evet. Пожалуйста. Здравствуйте. Ага. Сегодня не что? 44.
açmamış, pəncərəni açan kimi görürsən ki, dayanıblar. Qapını açan kimi üçü arda girdi. Malako günü həmişə elə olur. Qapını açan kimi geyib qaçasan. Az qalardan belinə çıxsınlar. Səndən bərabər girirlər tez-tez. Tez özümü çatdırıram kompüterə. Qapını da bağlayıram. Deyirəm birdən kimləsə dalaşaram, girər içəri. Amma bura stoleshniца alçaqdır. Lap stoleshnicadan da hoppanarlar yanına. Deməli qızlar, bu gün elmanın Maloçkada axırıncı iş günüdür. Ondan sonra gedir şeyə, otpuskaya. Bir ay otpuskada olacaqdı. Çolkamı yığışdırmışam, addım başı tökülürlər. Məndə də otpuska iyuldadır. Bu ay desən axıra kimi işləyəcəm. 2 gün burada, 2 gün orada, 2 gün burada, 2 gün orada. İyulda otpuska olmalıdır. Saat 10 dəqiqə işləyib 4-də. Mən jurnalı yazıram. Elmana deyirəm ki, hazırsan qaçışa. Deyir ki, məndə hələ oborkadır, mən yerləri silirəm. Tak что, mən də tələsmirəm onda. O yerləri silsin. Bugün axırıncı smenidir deyən. Smeni təhvil verir də. Deyirəm, günə 20 nəfər, 30 nəfər adamın olur. Gün orta niyə silməmsən ki? Gün orta bu abed eləməlidir. Mütləq şəkildə. Neynək? Onu gözləyək. Elman işini qutarsın, ona kimi mən də jurnallar yazım. Mən 2 gün dalbadal işləyəndə, birinci gün heç də eləmirəm. Jurnallar da hər şeyi 2-ci iş günümdə eləyirəm. Ona görə planda yox idi bugün jurnal yazmaq da, Elman sağ olsun. Boş-boş telefonda oturmaqdansa gətirim jurnalımı yazım. Sabaha işim az olar. Bugün getməliyəm pekarniyə. Çünki dünən pekarniyada işləyirdim. Dünən mal qəbul elədim 2 dəfə. Birində xaçapuri var idi. Böyle yükü uzun korobkaydı. Uski. Ensiz uzun korobka. Və mən onu buzdolabına, nə deyirlər, morozilkaya yerləşdirə bilmədim. Çünki orada ərzaqlar çox idi, korobkada falan filan. Başqa şeylər də vardı. Samsa. Ay Allahım, yuxum tökülür. Samsa, nə bilim, pirajkilər falan filan çox idi. Birini o yana itələdim, birini bu yana itələdim. Onu götürdüm, bunu qoydum, bunu götürdüm, onu qoydum. Sonra adam gəldi, getdim kassaya. Amma morozilkanı elə ki, hər şey qoydum, özümə fikirləşdim ki, nə yaxşı yerləşdi. Gördüm ki, kimsə gəlibdi, tez morozilkanı bağladım, getdim kassaya, başladım onu obslujiv eləməyə. İndi də mənə deyirlər ki, xaçapuri yoxdur. Hara qoymuşsan xaçapurini? Bir korobka xaçapuri hara etdi bilmirəm. Sabah da inventarizasiyadır. Tapılmasa qalacaq üstümdə. Deyirəm, ola bilərmi ki, hələ mən öz-özümə belə şübhələndim ki, nə yaxşı yerləşdi, bayaqdan bu korobkalar yerləşmirdi bura. Onu götürdüm, bunu qoydum, bunu götürdüm, onu qoydum. Axırda yerləşdi. Bəlkə heç onu qoymamışam, elə həmən korobkalar götürüb təzədən həmən korobkalar yerinə qoymuşam. Bilmirəm. Ya axtarmırlar ürəkli, ya da ki, deyirəm, bəlkə boş korobkalarla bir yerdə apart tollamışam. Amma Katya deyir ki, o ağır olar axı, hiss eləyərsən ki, ağır şey aparırsan. Sabah inventarizasiya edəcəklər ki, aha, Günel, bir korobka xaçapuri var idi, hanı? Yoxdur. Deyir, yoxdur. Gözləyirəm Elman gəlsin, gedək. Sən gəlir. Gedim çıxım etməmsə yolun qırağına. Qapını bağlayayım. Gedim. Saat 4-dür. 2 dəqiqə artıq gözləyibdi. Bax, indi gəlibdi, uca donqullanır. Nə deyirsənsə üzümə denən. Завтра приедешь. Telefonla danışır.
Moskvaya çağırırıq. Fikirləşdim belə ölməkdə bəlkə gəl belə orada ölüm daha. O yol keçən Azərbaycanlıdır ben. Bu? Yox, o kadınları. Gəldim Sarıqulaqda ha bu. Azərbaycan. Gəl bizdən pastan yemək yeyirlər. Hələ evdə pişirilən hər şeylər yoxdur. Böyle bizdəki o ev yeməyi deyil ki. Bizdə Burada Dağıstanlı dedim bu xaçapuridir. pendir gətirmişdi. Ha, 3 dənə uşaqla əziyyət çəkilir. 3 dənə uşaq yoxdur. Ha. Dedənə bir İkisi də var hələ. Özü biri də xəstədir, invaliddir. Neçə 5 dənədir top. Ha, lap böyük invaliddir, kalaskadadır. Danışıb eləmir. Başa basa versin. Yekə qız da gəlir bizdən nəsə. Həmişə ona baxıram. Nə bilim, elə gülür adam ürəyə çıxır. Ya bir Azərbaycan. Azərbaycan danışıram da onlarla. Bizdə şeydə azdır Azərbaycan. Şəkada. Ermənilər çox da Azərbaycana razıdır. Ermənilərin olmadığı yer var ki. Hər dəfə deyirəm yenə deyəcəm. Ermənilər birinci növbədə ev alırlar, sonra maşın alırlar. Bizimkilər pul apar milyonla verirlər maşına. Azərbaycanlı var idi. Bizim uzaq qohumumuzdur. Bu mənə avtorski prava gələcək. Hə. Dedi ki şeydir. Sumka dolu dedi pul apardım. 3 milyon dedi. Neçə ilin söhbəti Haraydı Azərbaycanlı? Azərbaycanlıda hardan da o qədər pul? Bilməm. Dedi sumka dolu 3 milyon dedi, 2 milyon dedi apardım deyir. Verdim özümə şey aldım. Maşın adı yadına çıxdı. Bu Willys oxşayan var ya kvadrat maşın. Bu adı yadına düşdü dedim. Range Rover, Jeep. Ya, Mercedes maşındır. Kvadrat mənim ağlıma başqa işlə gəlmir. Nəsə. Biraz sürmüşdü, maşına baxırdım, uca maşının vidi getmişdi, halı getmişdi. Özümə fikirləşdim, bunun nəyinə 2 milyon, 3 milyon pul verib, mən bilmirəm. Heç bunun 100 min qiyməti yoxdur. Özüm, mən elə dəyər verdim, ha, demirəm ki, elədir. Nəsə şeydir. Bax, yəni deməyəm odur ki, pul apar verirlər maşına, pulun dəyərini öldürürlər. Sonra o maşın satırlar qəpik quruşa, nə ev də ala bilirlər, nə də şey. Buradaydı yol. Sən gəlsən, yoxsa sən gəlsən? Getməmiş. Gəl, çıx kofedən, mofedən. Mənə kofe, gəlmə, probkaya düşürdüm. Saat 5-ə işləyibdi, mən gəldim, çatdım iş yerinə. Amma məndən qabaq mənimkilər buradadır. Ruslanla Alina gəliblər. Buradadırlar, oturublar. Pekarniyada. Xaçapureni hara qoymuşam? Bu boyda xaçapureni tapan olmayıbdı. Qızlar, biz tərəfdə Uludqar Adıqı var, daha doğrusu iş yerinin yanında və mən indi ora girirəm. Soruşmuşdunuz deyən dedim. Saç kraskası almaq istəyirəm. Qızlar, bu şampunlar yadınıza gəlir. Mən ikisinə 700-nə qədər vermişdim. Şampunla kondisionerə bir yerdə. Tapa bilmirəm. Elə əliş pişinitsə rəngində istəyir. Garnier firması yoxdur burada. Bir günəş var, bir günəş var. Nəysə, gördüm hava yaxşıdır. Mən də peşkom getməyə qərar verdim evə. Uşaqları da görmədim. Uşaqlar sən demə. Mənim gəlişimə öcə gediblər evə. Deməli qızlar, biraz daş yığdım yolun qırağından. Biraz da torpaq yığdım. Deyin niyə? Çünki evdəki güllərimin torpağı alınma torpaqdır və çox pisdir, bərbaddır. Qubqa kimi yığılır bir yerə. Üstündən suyu tökürsən, bir saniyə sonra su yerə tökülür. Yəni belə başa düşürəm ki, gülün dibinə, kökünə heç su gedib çatmır daşı. Ona görə də güllərim xarab olur, quruyur. Mən həyatıma gəlir ki, mama həmişə deyirdi ki, harada gördün ki, yerə qum töküblər, torpaq töküblər, o torpağı yığ, gül əkməyə ən yaxşı torpaqdır. Saat 7-yə qalıb. 7-yə qalıb. Mən artıq gəldim, çıxdım evə, çox yoruldum. Getmişdim pasport stola, bu 2 dənə spravkadan ötürü bu
spravkalar da mənim ev oçetimə lazım ola bilər, olacaq daşı. Gəldim indi evə, tez nəsə atışdırım. Bundan sonra getməliyəm poçta başqa bir iş üçün zakazına pismo göndərməyə. Bu il ancaq dokument düzəltmə ili olacaq deyəsən. Amma o da indi poçta gedəcəm zakazına pismo göndərməyə. O da ev oçetinə görədir. O da ev oçetində mənə çox kömək olacaqdır. Hətta çox kömək olacaqdır. Belə. Saat 20:20-dir. Mən hələ indirdən çıxdım. Hələ gedib Xerox eləməliyəm. Bilmirəm çatdıracam yoxsa yox. Bilmirəm niyə bu qədər oturdum evdə. Qızlar, saat bilsiz neçədir? 9 tamam. 9 tamamda poçta bağlanır. Ən axırıncı mən çıxdım. Qapını da mən bağladım. Deyirəm ki, hələ dalaşırdı orada bir-iki nəfər. Deyirəm ki, qızlar, terpeniya alam, terpeniya. Mən özüm insanlarla işləyirəm. İnsanlarla işləmək çox çətindir, çox. Ən axırıncı mən çıxdım. Dedim, izviните, pожалуйста. Tak получилось. Gedim evə. Ruslan getdi, Domodedovo. Bilmirəm bu haqda dedim sizə yoxsa yox. Alina önce yola salırdı. Qoşuldu Amincilə getdilər. Girdim mağazaya, Lələ Şəmişə. Həmişə bu bantik makaronlar görəndə deyir ki, mən bundan istəyirəm. Mən bilmirəm bu bantik makaronun nə fərqi var adi makarondan. Mən əksinə harda ki, xəmir bitişikliyi, xəmir çoxdan yeyə bilmirəm. Şu qızlar, mağazadan çıxdım, gedirəm evə. Öz-özümə fikirləşirəm ki, mən bugün çox iş gördüm. Şükür Allaha, hamısını çatdırdım. Özümlə qürur duyuram. Gedim indi ev işi görürüm. Deməli qızlar. Qızlar. Gəldim evə. Stonsunu silməyiblər, tez bir dənə stonsunu sileyim. Peşə aldıqlarımı göstərim. Ondan sonra başlayayım tez nəsə pişirməyə. Nə pişirəcəm heç bilmirəm. Ət çıxartmışdım bayaq gələndə. Hələ də buzdudur. Buz açılmayıbdı. Dediyim kimi buna kəsiblər klonkanı kəsiblər deyən içinə su giribdi. O gün qarpızı doğrayanda qarpızı belə batırdı bıçağı. Bunu kəsdi. Elə qarpızın suyu da girdi içinə. Ona görə də altdakı süfrəm kirdi. Kirdi deyəndə yəni qarpızın suyu girib orada. Ona görə də süfrə batıb. Hələ dedim ki, xahiş edirəm bu süfrəmi deşimin. Nə deyəcəkdim? Ruslan dediyim kimi gedibdi nənəsikilə. Qızlar işdədir. Gətirim aldıqlarımı göstərim. Bunu işdən çıxanda almışdım. Yarısını pekarniyada yedim, yarısını da gətirdim bura. Sonra yadımdan çıxdı ki, mən çörək almışam. Getdim mağazadan da aldım çörək. Bir neçədən paketlə gəlmişəm. Yadımdan çıxdı deyən getdim yenə çörək aldım. Çörək. Ziyanı yoxdur. İşə aparıb yiyəcəm zaten. Yenə pomidor. Qoy ehtiyatdan olsun əlimin altında. Belə qoyum aşmasın. Sonra nə? Bu nədir? Salat. Sonra droşsuz qat-qat xəmir, mayasız. Mayasız qat-qat xəmir aldım. Bir yoruldum, inanmazsınız. Nektarin aldım. Gördüm, mən həmişə alanda iyiləyirəm. İyisi xoşuma gəlirsə alıram. Xoşuma gəlmirsə demək ki, yaxşı deyil. Bu da Ləlişin sevdiyi makaronlardan aldım. Bugün qızlar, çox iş gördüm. Özünüz gördünüz. İşdə hardasa 200'e yaxın karotka paylamışdım. Oradan getdim pekarniyaya. Pekarniyada açı bir saat bəlkə oldum da, nə bilim. Oradan getdim, hara getdim ay Allah, mağazaya. Sonra getdim pasport stola. Bunlar yığışdı danışım. Pasport stoldan dokumenti götürdüm. Sonra getdim Poçta Rossiyaya.
Poçta Rusiyada zakazlı pismonu göndərdim. Oradan da yenə girdim mağazaya. Və beləcənə hər yerdən biraz nəsə aldım. Hə, qızlar. Uşaqlar işləyir. Ləliş yazıq birazdan gələcək evə. Acıdır, gətirim tez nəsə pişirim. Uşağa yazığım gəlir ki, hələ 18 yaşı yoxdur, işləyir. İstəmirlər mama pulu yesinlər. İstəyirlər ki, özlərini təmin eləsinlər. Mən neyniyim? Ləlişim, inşallah Allah qoysa, hər şey yaxşı olar. Universitet seçimindədir. Bunlar hər şeyin yerini dəyişiblər, tapa bilmirəm. Nə vaxtadır? Hə. Ona görə biraz istəyib pul yığmaq istəyir. Allah qoysa yenə deyim. O da ki, bilmirəm indi. Beləcə də olsalar, hətta Ruslan da cib xərcliyi üçün işləyir. Bunu sizə demişdim. Deyirəm ki, halal olsun mənim balalarıma. İstəmirlər mamalarına əziyyət versinlər. Çox gözəl balalardır. Nə qədər sözümü eşitməsələr də mən onlarla fəxr edirəm. Üstlərinə qışqırıram, dalaşıram, danlayıram, amma çox istədiyimdən. İstəyirəm ki, daha da mükəmməl olsunlar. Bunu gətirək yuyaq. İstəyirəm ki, daha da mükəmməl olsunlar. Gələcəkdə lazım olacaq bunlar. Hamısı uşaqlara. Neyniyim? 17 yaşında nə bilməyik. Deyəcəm 17 yaşında uşaq işləyər, deyəsiniz ki, yəni işləmir o. O qədər mamamız, papamız uşaq vaxtından başlayıblar ki, işləməyə, düz deyirsiniz. Neyse, bunu da buzu açılsın, görək bundan nə pişiririk. Ətimizi də çıxartmışam, ətimizin buzu açılmaq bilmir. Hə, bəyənə. Hiç bilmirəm, ət sümükdür. Heç deyəsən ət yoxdur, ancaq sümük qalıb. Sabah bəlkə gedim ət alım. Nə bilməyik. Fikrimdə tutmuşam ki, Ləliş makaron xoşlayır, makaron pişirim, yanına nə eləyim? Bu ətin buzu açılmayıbdır. Padlivka eləmək istəmirəm, padlivka ilə bircə mən xoşlayıram. Kotlet, yenə deyirəm, ətin buzu açılmışdır. Bilmədim. Neyse, mən çox danışanda başqa şeylərə də keçirəm. Lütfen mən daha danışmayayım. Kim uyuyum? Hə, qızlar, nə deyim? Bugün uspet eləyib torpaqla daş da yığmışam. Hə, özümlə qürur duyuram. Ay, mən nələrə qayıram. Torpaq yığdığıma görə özümlə qürur duyuram. Yox, deməyim odur ki, gülüm xarab olur da, istəyirəm onu düzəldim. Torpaqla daş mütləqdir, lazımdır. Onun haqqında da sabah çəkiliş eləyərəm. Bugün çox yorulmuşam. Bircə yemək pişirim, ondan sonra gedim yatım. Mənə bugün malades, daypət. Gətirək görək nə pişirik. Suyumuz qaynadı, duzunu artıq tökdüm və az miqdarda makaron süzürəm. Ağzını elə pis atmışam ki, tökülmür ki. Valla ağzını da pis atmışam deyəndə elə bək bağlayıblar ki, ayaqqabıları belə peyləmirlər. Bir sezon giyinmirsən, ayaqqab qırıq-qırıq olur. Yox, qırıq-qırıq düz çıxmadı, çırıq-çırıq olur. Bəsdir, çox eləmək istəmirəm, bəsdir. Bana bakmayın, duvara gülüyorum ama yalandan. Makaron hazır. Altını söndürmüşüm ama yine de istedi diye. Şuradan koyuruq kenara.
Bismillahirrahmanirrahim. Oy, dağılmama bak. Bana bakmayın, bu ara geliyorum. Sanki yaramda biraz kırgınım biraz. Bismillah. Böyle sifteden gözüm sıçmıyordu bana. Ne var? Yani şu pomidörü elə böyle doğrayıram. Prosta kusoklara. Salat da böyle ama. Bir tane var hamsını. Yemezsiniz. Ben yemiyorum. Şimdi yazıyorum. Niye? Ve biber. Biber bilsen ne paliyasın adı? Biber fazla çok doğru. Ne kadar? Da. Bismillah. Çörek. Çörek yemeği et yiyorsun da. Ha. Ya yine daha az için. Çorap mı yiyor? Çöreğe tatlete göre. Tendir çörektir. Budur. Yok. Laleş gel. Gel benim yüreğim. Bu da böyle yakışıyordu. Bir şey oldu. Soğuk da yedik ona. Laleş şimdi alıp getir beni. Tamam. Şimdi